Ayətəl Kürsü. Qovulmuş şeytanın şərrindən Allaha pənah aparıram. Tək olan Allahdır ki, ondan başqa bir məbud yoxdur. Diri və varlıq aləmini bərqərar saxlayan qadir və əbədidir. Onu əsla nə mürgü tutar, nə də yuxu. Göylərdə və yerdə olanların hamısı ona məxsusdur. İzni olmadan onun huzurunda kim vasitəsilik edə bilər? İnsanların qarşısında olanı da, arxalarında olanı da bilir. Və onlar onun elmindən, onun istədiyindən başqa heç bir şey bilə bilməzlər. Onun səltənət və rububiyyət kürsüsü göyləri və yeri əhatə etmişdir. Onları qoruyub saxlamaq onun üçün çətin və yorucu deyildir. O, çox uca və böyükdür. Dində məcburiyyət yoxdur. Şübhəsiz bu Quran vasitəsilə hidayət yolu azğınlıqdan seçilib aydınlaşmışdır. Buna görə də kim azğın və itaətsizə kafir olub Allaha iman gətirsə, doğrudan da heç vaxt qırılmayan möhkəm bir dəstəkdən yapışmışdır. Allah eşidən və biləndir. Allah iman gətirənlərin Mövlasıdır. Onları qaranlıqlardan nura tərəf çıxarır. Kafir olanların başçıları isə azğın və itaətsizlərdir ki, onları hidayət nurundan azğınlıq zülmətlərinə tərəf çıxarırlar. Onlar cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar.